şəhid olduğumuz zaman bizi tapılmağımız üçün ad soyadımızı və ailə üzvlərimizdən bir nəfərin nömrəsini qeyd edib güllənin qabında boynumuzdan asmışdıq. Heyətin üstünə bir mina düşdü. Geriyə baxdım ki, mən 3 gündür bu yola gəlirəm və burada mənə nəsə olsa, bəlkə də heç nəşim belə qayıtmayacaq geri. Düşmən mərmisinin partlayışı zamanı yaralandım. 10 dəqiqə əvvəl bizlə oturub çay içən, yemək yeyən bir əsgər yoldaşımız minomyot düşürdü, şəhid olur. Düşmən bizi daha rahatlıqla görə bilir, düşmən bizi daha sərbəst şəkildə vurmağa çalışır. Bədənin hansısa bir yerini də, bir hissəsini aləmə üçün aparmaqlarını xahiş edirdim. Onlar Araz ailəsinin üzvləridirlər. Əvvəllər də üzvləri idilər. İşlərindən, xalqa xidmətlərindən razı idilər. Ancaq Azərbaycanın bir parçası olduqlarından vətənin dar günündə bütün Azərbaycan gəncləri kimi kənarda qalmadılar. Çünki artıq daha böyük mənada vətənə lazım idilər. Valideynlərimə, evdəkilərə mən öz yaxınlarıma bildirməmişdim müharibəyə yola düşəcəyimi. Həmin vaxt mən nişanlılı idim. Öz şəxsi əşyalarımı, nişan üzüyümü, telefonumu, mobil telefonumu, saatımı öz yaxınlarıma, dosta məni yola salan yoldaşlara vermişdim ki, onları bizim evə təhvil versinlər. Həmin vaxt mən evdən valideynlərim, yaxınlarım bildi ki, mən müharibəyə getmək məqsədindən rayona gəlmişəm və elə həmin gündə 29 sentyabrda mən döyüş bölgəsinə yola salındım. Müharibə başlamamışdan əvvəl mağazada meyvəçi olaraq çalışırdım. Bəzi meyvəçi yoldaşlarımız müharibəyə yola saldıq həmin günü. Mən hazırlaşdım, səhəri gəldim mağazaya, mağazada sağollaşdım hamısı ilə birlikdə. Mən də müharibəyə yollandım. Səhər mənə zəng gəldi ki, bəs təcili olaraq hərbi komissarlığa yaxınlaşın. 2 dəqiqənin içində bütün əməkdaşlarımız sağ olsunlar, məni yola saldılar. Hamısına halallaşdım. Həqiqətən çox həvəsli idim. Bir an içində oldu, 2 dəqiqə, bəlkə də bir 3 dəqiqə ərzində mən işdən çıxdım. Bəzi əməkdaşları heç görə bilmədim. Müdürümə yazdım ki, mənə zəng gəldi, mən gedirəm. ...2020-ci sentyabrın 27-si müharibə başlanıldı. Həmin an mən Şuvalan bir filanında mağaza müdiri vəzifəsində çalışırdım. Yaxın dostlarımdan bir nəfərlə əlaqə saxladım. Mənə məlumat verdilər ki, Suraxanı rayonu hərbi komissarlığında 16:00-a qədər könüllü olaraq yazılış var, qeydə alınırlar. Həmin vaxtda da mənim iş fəaliyyətində olduğuna görə mən yuxarı rəhbərlikdən səhhətimlə əlaqədar olaraq icazə aldım. Düzü imkanədən bağlı etiraf edirəm. Düzü yalan deyib səhhətimlə bağlı icazə aldım. Amma birbaşa evə yox, Ensaylı Suraxanı rayonu hərbi komissarlığına yaxınlaşdım. Mən Füzulinin, Xocavəndin, Şuşanın torpaqlarının azad olmasında iştirak etdim. Mənim qardaşım Abuzəli Ceyhun və mən könüllü olaraq müraciət eləmişdik və bizi çağırış gəldi. Biz yollandıq rayonumuzda yerləşən hərbi komissarlığa. Hərbi komissarlıqdan ayrıldıq və bu bizə çox pis təsir elədi. İki qardaş bir yerdə düşə bilərdik, bir-birimizə dayaq ola bilərdik, məsəl üçün. Amma ayrıldıq. Mən Ağcabədiyə yollandım, qardaşım isə Goraboya yollandı. Füzulinin Qaraxanlı kəndində biz müharibə yoluna başladıq. Zəngilan, Qubadlı, bu iki rayonda ən ağır döyüşlərdən keçdik. Çağırış xəbərini eşidəndə, belə deyim, işdəkilərlə elə də çox vaxt tapıb sağollaşa bilmədik. Çünki artıq valideynlər bizi daha çox görməlidir, gedib də dönməmək var. Reallıq var idi ki, biz bilirdik ki, geri dönməyə də bilərik. Mən özüm də onlara bildirməsəm belə, onları itirmək qorxusunu yaşayırdım. İndi onların hər birinin zəfərlə başa çatan vətən müharibəsi ilə bağlı niskilli, kədərli, ancaq bunlarla belə həm də qürurlu xatirələri var. Bu xatirələrdə övlad, ata-ana həsrəti, döyüş yoldaşının itkisinin kədəri, ölümlə üz-üzə gələndə son anda düşündükləri düşmənə sonsuz nifrət kimi hisslər var. Təbii ki, bu hisslərin hamısı torpaqların azadlığı
vətənin bütövlüyü düşməndən qisas hissindən yüksək deyildi. Məhz buna görə hamısı öldü var, döndü yoxdur deyib özünü, ailəsini yox, ancaq vətənə düşündülər. Ballı qayda təlimlərə başladım. Ayın 26-sı axşam isə bizi bölgəyə apardılar. Ücə bizə aydın oldu ki, burada müharibə başlayır. Onu da biz hiss elədik ki, bugün o gündür. Necə deyərlər, o böyük gün gəlib yaxınlaşır. Yəni ondan sonra ücə həyatımızda fərqli məqamlar başladı. Necə hisslər qarışdı. İlk olaraq elə Suqovuşan alındı. Biz Suqovuşan istiqamətində döyüşürdük. Ücə Suqovuşan alınandan sonra orduya, zabitlərə, yəni o ön xəttdə olan hər kəsə müəyyən bir belə deyim ki, özgüvən gəldi. Yəni biz bunu başlamışıqsa axırına çatdırmalıyıq. Müharibənin müəyyən bir dönəmi keçdikdən sonra hətta mən orada öz administratorumla rastlaşdım. Mağazada bir yerdə çalışdığım administratorum. Orada onunla rastlaşanda, o gəlib məni tapanda, necə bilirsiniz, insan ailəsindən birini görmüş kimi sevinir. Müharibə zamanı mən Arazdan, Veyseloğlu'dan çox adamla rastlaşdım. Mağazada satçı işləyən də var idi. Öz mal qəbulu yoldaşımı da gördüm orada. Düzdür, o başqa istiqamətə getdi, o Sapyora getdi, biz pexota. Çox maraqlı hisslər idi. Təbii ki, döyüşlər çox ağır keçir. Yəni əslində insan həyatda başqa cür təsəvvür edir hər şeyi, amma real gedib yaşayanda görsən ki, hər şey tamam fərqli istiqamətdə cərəyan eləyir. Müharibə zamanı tək mən yox, mənim kimi neçə əməkdaşlar döyüşlərə qatılmışdı. Onlardan 9-u şəhid oldu. Allah hamısına rəhmət eləsin, şəhidlərimizə borcluyuq. Bizə yaxın filialda bir əməkdaş çalışırdı Rəcəb adında. Döyüşlər bitdi, biz qayıtdıq və mən yoldaşlarla maraqlanarkən Rəcəbin şəhid olduğunu duydum. Çox üzüldüm, çox sarsıldım həqiqətən bu xəbərdən. Cəbrayıl, Qubadlı, Laçın şəhərinə qədər biz irəliləmişik. Müharibədə olduğum bölük deyək, bölmə deyək, tank əleyhinə bölük olub. Adətən bizim tək hədəfimiz tank vurmaq olmayıb, yəni silahımız raket olub. Biz düşmənin özü hərəkət edən texnikasını, canlı hədəfini və ya hansısa bir məskunlaşdığı zonanı bizim bölüyün vurma təyinatı olub. Bizim əslində bölüyün bizim hərbi tapşırığın ən çətin tərəflərindən biri də olub ki, biz müharibə zamanı əslində hədəfimizi sığınaraq göz almamışıq. Biz hədəfimizi biraz da yüksəklikdə durmaqla, biraz da yüksəkdən atəş açmaqla biz hədəfimizi həmişə göz almağa çalışmışıq. Yəni silahımızın təyinatı olub. Ona görə də bizim müharibə dönəmimiz, müharibə dövrümüz həqiqətən çox ağır olub, çox çətin olub. Yəni düşmən bizi daha rahatlıqla görə bilib, düşmən bizi daha sərbəst şəkildə vurmağa çalışıb. Öz döyüş yoldaşlarımız arasında öz aramızda dediyimiz bir söz də var idi ki, getdi var, döndü yoxdur döyüş. Adını qoymuşduq tapşırığa. Ailə üzvlərimlə danışanda onda böyük qızımın 2 yaşı var idi. Onun səsini eşidəndə kövrəldim, dərk elədim ki, hardayım. Onda bir sıxıntı gəldi. Düzdür, yenə deyim, döyüşdən geri dönmək fikri gəlmədi. Sadəcə insan övladı gözünün qabağına gəldi. Ondan sonra döyüşə qalxdıq. Döyüş yoldaşım var idi. O Suqovuşanda böyük sotusu götürdüyü yüksəkliyi. Ermənilərin 0.22-si xüsusi təyinatları ürəyinin üzərindən vurdular onu. O da təzə ailə həyat qurmuşdu. Onun da bir qız övladı var idi. O son sözündə barmağındakı üzüyü qız övladına verilməyini arzu elərdi. Şəhid olandan sonra düzdür, həmən Snaperes həyatda qalmadı. Döyüş yoldaşım xüsusiyyətlərin gizri Nəbi PK şütqə olmağına baxmayaraq PK ilə uzaq bir məsafədən dəqiq nişan ataraq heç kimi inandırıcıya gəlməsə gözümə şahid olduğum bir şeydir. PK ilə həmən erməninin düz ağzının içindən vurmuşdu. Füzuli rayon istiqamətindən sonra digər rayonlarımıza doğru irəliyirdik. Cəbrayıl oldu, Zəngilan oldu. Şuşa döyüşləri olan zaman orada düşmən mərmisinin partlayışı zamanı yaralandım və təxliyə qrupu tərəfindən hospitala yerləşdirdim.
heç vaxt unutmaram. Boynumuzdan bizim şəhid olduğumuz zaman bizi tapılmağımız üçün boynumuzda güllənin qabında vərəqə yazıb ad soyadımızı və ailə üzvlərimizdən bir nəfərin nömrəsini qeyd edib boynumuzdan asmışdı. Ağır döyüşlər getdi. Mərmilər və onların xüsusiyyətləri. Biz onları məhv elədik, həmin dodu götürdük və onların taborlarına hücuma keçdik. 2 gün orada ağır döyüş gedəndən sonra mən yaralandım. Gəldiyimiz yoldan və qayıdacağımız yoldan da xəbərdar olduğuma görə döyüş yoldaşlarımın da oradan çıxmağı çətin olacağını düşünərək bədənimin hansısa bir yerini də, bir hissəsini ailəmə üçün aparmaqlarını xahiş edirdim. O dərəcədə qorxulu yer idi. Sağ olsun yenə Azərbaycan ordusu yolları vurdular, açdılar, şərait yaradıldı, ziyarə aldılar, oradan çıxardıla bildik. Ümumilikdə bədənimdə 26 dənə qəlpə yarası var və bədənimin bəzi hissələrində ayağımda qamış sümüyü yoxdur, başımda kontuziya var, travma və digər xəsarətlər var bədənimdə. Biz o son aşırımı da qalxdıq və yola düzəldik. Yola düzələndə bizim heyətin üstünə bir mina düşdü. Geriyə baxdım ki, mən 3 gündür bu yola gəlirəm və burada məndən nəsə olsa, bəlkə də heç nəşim belə qayıtmayacaq geri. Ağlıma qızım gəldi. Mən hərbiyə yola düşəndə mənim qızımın 1 yaşı var idi. Düzdür, peşman olmadım, amma qızımın fəxr eləyəcək bir at olacağımı düşündüm və davam elədik. Sən mənim hər zaman dönməz qürurum, qollarıma güc verən varım ata. Sən məndən istə ki, qulluqda durum. Hər dəqiqə nəyisə olurdu. 10 dəqiqə əvvəl bizlə oturub çay içən, yemək yeyən bir əsgər yoldaşımız minomyot düşürdü, şəhid olur. Sən fikirləşirdin ki, müharibə qələbəyə doğru irəliləyirsən, bu müharibənin bir hissəsisən. Necə ki deyirlər, tarix hamımızı yazacaq. Düzdür, hamımızın adını yazmayacaqlar orada tarix kitabına. Amma biz tarixin bir hissəsiyik. Bunlar gözəl hisslərdir. Çünki necə illərlə biz baxırıq ki, bu zülm, faşizm, bu işğalçılıq yəni yavaş-yavaş sona çatır və sən burada iştirak eləyirsən. Deyirlər gözü arxada qalan əsgər yaxşı döyüşə bilməz. Əgər əsgər ailəsindən, yaxınlarından, doğmalarından arxayın olmasa, bütün varlığı, düşüncəsi ilə düşmən üstünə yeriməz. Bu baxımdan da onların bəxti gətirmişdi. Onlar Arazı ailələrindən ayırmadıkları kimi, Araz da onları öz ailəsi bilirdi. Yox, tək onları yox. Araz bütün Azərbaycan əsgərlərini öz ailəsi bilirdi və yenə bilir. Burada bir nüansı qeyd eləmək istəyirəm. Biz müharibəyə getdiyimiz, gəldiyimiz aylar ərzində şirkətimiz bizim üçün necə lazımdır ailələrimizə dəstəklər olunurdu. Biz belə deyim, 2 qardaş getmişdik. Hər ikimiz bu şirkətin əməkdaşı idi. Məlumat alanda ki, şirkətimiz bizim ailəmizlə maraqlanır, dəstək olur hər tərəfli. Məni daha da çox qürurlandırdı. Biz indi Laçının dağlarındayıq da. Laçının dağlarından sizə çoxlu salamlarımız. Bunu çəkirəm əsas öz yaxınlarımız üçün, iş yoldaşlarımız üçün. İşlədiyim Kürdəxanın filialına. Şirkət rəhbərinə sağ olunu bildirəm. Yəni biz burada olsaq da, bizim burada şirkətdən yenə də işçilərimiz var. Biz burada olsaq da sağ olsun. Yəni maaşlarımız günbəgün hamısı hesablanır. Yenə də hamımıza sağ ol deyirəm. Özümüzdən müğayyət olun. İnşallah əsas da yolumuzu gözləyənlərə, inşallah az qalıb sağ-salamat gəlib çıxacaq. Mən Qubadlı rayonunun müdafiəsində olan zaman orada belə bir hadisə baş verdi ki, şirkətlər bizlərə yardımlar göndərirlər və mən uzaq məsafədən Arazın maşınından gəldiyini gördüm. Oradakı bizə ərzaq gətirib və orada çox böyük qürur hissi ilə öz döyüş yoldaşlarıma dedim ki, mən bu şirkətdə çalışıram. Şirkətimiz bura qədər gəlib belə çıxa bilib. Buradan Veysaloğlu MMC-yə başdan Aydın Talıbov cənabları olmaqla bütün kollektivə orada çalışan hər bir kəsə öz salamlarımı çatdırıram. Xüsusən də mənim üçün ikinci ailəm, evim sayılan Yasamal Araz filialına başda yaşayan müəllim olmaqla hər bir kollektivinə, hər bir işçisinə öz salamlarımı çatdırıram. İnşallah tez bir zamanda sizinlə bir arada görüşmək ümidi ilə. Allah'a əmanət olun. Hamınızı sevirəm. Mən müharibəyə getdiyim ərəfədə atam yataq xəstəsi idi.
hansı ki özü 1-ci Qarabağ müharibələrində idi. Onun da ayağı minaya düşmüşdü. Yataq vəziyyətində qoyub getmişdim mən müharibəyə, amma kollektivim gəlib maraqlanmışdı. Yəni müəyyən qədər bir dəstək göstərmişdi. Müharibə bitdikdən sonra hansı ki yaralanmışdım, sağalma ərəfəsi idi. Özümü toparlayandan sonra öz doğma kollektivimin içərisinə qayıdıb onlarla görüşmək istəyirdim. Məni dəvət etdilər ki, filialda səni gözləyirik. İnanıram ki, çox möhtəşəm qarşılama oldu. O təbii ki, yenidən mənə bir qürur hissi verdi ki, mən yaxşı ki, belə bir kollektivdə, yaxşı ki, belə bir şirkətdə çalışıram. Hər birinə dərin təşəkkürümü bildirirəm. Bugünkü gündə ofis şəraitində çalışıram, Araz marketdə. Amma yenə də marketdə olan kollektivimizlə əlaqəmizi kəsməmişik, tez-tez görüşürük, danışırıq. Onlar mənim üçün unudulmaz bir insanlar, bir tarixə çevirdilər. Mən onları hər zaman gözəl xatirələrlə xatırlayacağam. Müharibə zamanı 1-2 dəqiqə vaxt olunanda biz ailəmizlə əlaqə saxlayırdıq. Ailəm mənə həmişə bildirirdi ki, Araz supermarketin yuxarı rəhbərləri hər dəfə əlaqə saxlanırlar və mənəvi və maddi cəhətdən hər zaman dəstək olurlar. Səndən nigarandılar və səndən heç bir əlaqə saxlaya da bilmirlər. Mən Araz supermarketinə, öz ailəmə video çarx çəkib salam göndərdim. Mən video çarx çəkəndə əsgərlərin bir çoxuna maraqlı gəldi ki, niyə bizə 1-2 dəqiqə ayrılıb? Çünki o vaxtdan səmərəli istifadə etmək lazımdır ki, ailəyə məlumat vermək lazımdır. Və sən niyə Araz marketdə, yəni işlədiyin yerə salam göndərsən, mən ona qısa bildirdim ki, biz bir ailəyik. İşlədiyim yerə, işlədiyim Araz marketdə, Şüvalan filialındaydım. Şüvalan, Mərdəkan, hamısına salamlar. Bütün Araz şəbəkəsinə, bütün kollektivinə, Şuşadan hamısına ürək dolu salamlar, qardaşlarımızla birlikdə, bütün rəhbərliyə. Yəni, həqiqətən bu fəxrisi ki, Araz yenə özünü göstərir ki, təkcə hər yerdədir, hətta Şuşadadır, öz təmsilçisi ilə bir yerdə eşq olsun. Müharibədən sonra öz ailəmin yanına getdim və öz ailəmin yanına gedəndən sonra da öz əvvəl işlədiyim mağazaya yaxınlaşdım və hamı xoş insanı qarşılayır ki, şükürlər olsun, Araz gəlib, sağdır, salamatdır və şirkətin bizə verdiyi dəyəri gördüm orada. İnsan qabaqda döyüşdükdə ona ruh lazım olur. Və bu ruhu biz almışdıq xalqımızdan, ailəmizdən, dostlarımızdan, iş yoldaşlarımızdan. Xüsusən Araz supermarketlər şəbəkəsinin rəhbərliyindən. Hətta mən evə gələndə belə deyim sizə, birinci dükana düşüb əməkdaşlarla, iş yoldaşlarımla, Araz ailəsi kollektivi ilə görüşüb, ondan sonra evimizə getdim. Həmin günün sabahı məni mağazaya dəvət elədilər. Çox gözəl bir tədbir kimi desəm sizə, hazırladılar, tort kəsdilər, təbrik elədilər. Yəni bu özü gözəl bir hisdir. Müharibədən dönəndə mal biabotçusu yox, baş satçı vəzifəsində çalışmağa başladım. Müharibədən qayıdandan sonra bir ay müddət çəkdi və bir ay müddətində mən baş satçı olaraq təyin olundum və mən dəstəyi hiss elədim və buna görə də Araz supermarket rəhbərliyinə və kollektivimizə çox təşəkkür edirəm. Bu kənardan xırda görsənsə də, amma bu insan üçün böyük bir ruh yüksəkliyidir, xoş gəlir insana ki, məsəl üçün mənim şirkətim dəyərləndirdi. Qayıtdıqdan sonra psixoloji dəstək təklif olundu, klinikalarla müqavilələri var şirkətimizin, yaxınlaşa bilərik. Bütün bunları bizim üçün təklif edirlər. Müəyyən bir müddət psixoloji dəstək, bir neçə seans olmuşam, dəstək almışam müharibədən gəldikdən sonra. Yəni indi belə lazım olduğu təqdirdə deyirlər gedə bilərsiniz. Yəni bunlar gözəldir. Bugünkü gündə Qarabağ qayıdışı görəndə, doğma Araz supermarketinin fəaliyyətini görəndə mənə çox böyük qürur hissi keçirirəm ki, mənim döyüşdüyüm ərazilərdə Araz supermarketi fəaliyyət göstərir. Mağazada administrator vəzifəsində çalışıram. Mənim karyera yüksəlişimdə şirkət rəhbərliyinin böyük rolu var. Mən müharibə iştirakçısı olduğuma görə də mənə böyük dəyərlər verilib. Mən müharibədən qayıtmaya da bilərdim, amma şükürlər olsun qayıtdım. Yəni qayıtmasaydım, ailəm məni görməyəcəkdi. Baxıram ki, şəhidlərimizin lövhəsinə mən qayıtmasaydım belə Araz məni unutmayacaqdı. Necə ki, hal-hazırda görürəm bizim şəhidlərimizin şəkillərini və onları unutmurlar.
Zəfər günü yetişdi. 10 minlərlə qəhrəman qazilərimizlə birgə onlar da yenə əvvəlki həyatlarına, xidmətlərinə qayıtdılar. Araz onları qardaşları kimi bağrına bastı. Artıq hər biri yeni vəzifə ilə yenə vətənin xidmətindədirlər. Şəhidlər ölməz, vətən bölünməz deyirlər. Bu deyim Arazın həyat kredosudur. Ona görə də bir şəhid belə unudulmur. Bir şəhid ailəsi belə diqqətdən kənarda qalmır. Çünki şəhidlər ölməz, vətən bölünməz. Müharibənin o qədər məsuliyyətini, müharibədə o qədər şəhid yoldaşlarımız, yaralı yoldaşlarımız kimi ağır hissləri gördükdən sonra düşünürəm ki, mən normal gündəlik həyatda belə maksimum dərəcədə məsuliyyətli olmalıyam, maksimum dərəcədə səhvlər etməməliyəm. Mən elə fikirləşirəm ki, yəni müharibə iştirakçısı, müharibə veteranı, müharibə qazisi kişi olaraq, Azərbaycan kişisi olaraq, yəni bu daşınacaq ən böyük şərəfli addır. Mən marketdə işləyirdim, səhhətin marketdə işləməyə yol vermirdi. Amma şirkət ona baxmayaraq məni işsiz qoymadı. Vəzifəmi dəyişərək, iş yerimi dəyişərək məni daha uyğun bir işə, ofisə yerləşdirdi, stok meneceri olaraq. Hər bir ayağını torpağa basan Azərbaycan kişisinin borcudur ki, vətənini qorusun, torpağını qorusun, bayrağını qorusun, namusunu, qeyrətini qorusun. Ona görə də özümdə fəxrimlə hissi duyuram ki, o döyüşlərdə az da olsa mənim də payım var. Bizim şirkətimizin, Arazımızın hansı ki qaziləri var, şəhidlərimiz var. Hələ də onların əmək haqqları ay-bay köçürülür. Onlar hər bayramında, hər bir tədbirlərdə onlara ziyarət olunur. Bu bir sübutdur ki, biz şəhidlərimizin, qazilərimizin necə istəyirik, onların necə qayğısına qalırıq. Arazın qazilərdən əlavə 9 nəfər şəhidi var. Allah hər birinə rəhmət eləsin. Şəxsən onların içində tanıdıqlarım Vüqar Ağayev, Səid Bayramov, Ələkbər Ələskərov, digərləri Cavidan İbrahimli, Rəvan Alxaslı, Rəcəb Məmmədov, Anar Qumaşov, Talih Mustafazadə, Xəyal Cəbrayılov, Allah hər birinə rəhmət eləsin. Ailələrinə dözüm və səbir arzulayıram. Yerləri cənnət olsun. Müharibəyə bir çox əməkdaşlarımız getmişdi, amma o əməkdaşlardan bəziləri geri dönmədi, şəhadətə yüksəldilər. Onların arasında bizim Vüqar müəllim var idi. Mən o Vüqar müəllimlə 2019-cu ildə qarşılıqlı işləyirdik. O bir mağaza müdürü idi, mən də işə qəbul mütəxəssisi idim. Onun bütün kadr ehtiyaclarını ödürdüm. Bizim başqa şəhidlərimiz də oldu. Bunlarda Ələkbər var idi, Səid var idi. Bizim ofisimizdə şəhidlərimizə aid bir güşəmiz də var. Hər gün ofisdə o güşənin qarşısına keçəndə onları ehtiramla yad edirəm. Allah hamısına rəhmət eləsin. Böyük qüruruyla deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Xankəndi bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ